Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri natural ədədlərin bölünmə əlamətləri qalıqlı bölmə dərsindən 1-dən 10-a qədər testlərin izahına baxacağıq. Başlayaq testlərimizə. Birinci test. Birinci testdə deyək ki, x-i yerinə hansı rəqəmi yazanda bu ədəd 9-a tam bölünür. 9-a bölünmə əlaməti necə idi? Rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünürdü. Buna görə nə etməliyəm? Rəqəmlər cəmi toplamalıyam. 5 üstəgəl 3, üstəgəl x, üstəgəl 8, üstəgəl 6, üstəgəl x, üstəgəl 3. Düzdür? Ədədləri bir toplayaq, hərfləri bir toplayaq. 5-in üstünə 3, 8, 8-in üstünə 8, 16, 16-nın üstünə 6, 22, 22-nin üstünə 3, 25. 25 üstəgəl, x-in üstünə x gələndə də 2x eləyir. Siz bilirsiniz ki, üstündə xəta olanda bu onluq say sistemini bildirir. Onluq say sisteminə görə buradakı hər bir hərf bir rəqəmlə də ala bilər. Deməli, mənim x-im hansı rəqəmlər alacaq? 0-dan 9-a qədər rəqəmlər ala bilər. Ona görə mən deyirəm ki, x-i yenə 1 qoymalıyıq. X-i yenə 1 qoysam, 25 üstəgəl 2 vur 1 alınacaq. Bu da 27 deməkdir. 27-də də 9-a tam bölünür uşaqlar. Bəli. Deməli, x-in yenə hansı ədəd yazılmalıdır? Bir rəqəmi yazılmalıdır. Birinci testdə cavab Bakı alanda. Keçək ikinci testimizə. İkinci testdə A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda 8 alınır. A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın deyilir. Deməli, nə edək? Gəlin çubuğu bölmə ilə yazaq. A böl 10, natamam qismət hissəyə C yazaq. Qalıqda 8. Bölünəni tapanda bölünən bərabərdir. Böləni vururam natamam qismətə. Yəni, bölənim 10-dur. Natamam qismətim C-dir. Onları vurdum. Üstünə qalaq gəlirəm. Mənə demir, A-nı 5-ə böl. A-nı 5-ə bölürəm. Onda belə çıxır ki, mən 10C plus 8-i 5-ə bölməliyəm. Mən deyirəm ki, gəlin bu 8-i parçalayaq. 8-in yerinə yazaq ki, 5 üstəgəl 3. Niyə? Mən belə yazanda fikirləşirəm ki, 10C plus 5-i bir dənə kəsirdə yazaram. 3-ü də başqa bir kəsirdə yazacağam. Necə yazacağam? Məxrəcləri eyni olan 2 kəsir şəklində yazmaq istəyirəm. Məxrəclər eyni olanda sürətləri olduğu kimi toplayırıq da. Ona görə fikirləşirəm ki, mən bunu bu qaydada yaza bilərəm. Niyə yazdım? Birinci kəsirdə sürətinə baxın, 5-i mötəzə xərcdən çıxarmaq olur. Olacaq 5 vur 2C plus 1 bölünsün 5. İkinci kəsirlə işim yoxdur. Olduğu kimi saxlayıram. Birinci kəsirin məxrəc sürətindən 5-ə ixtisar apardıq. Deməli, nə alındı? Alındı 2C üstəgəl 1, üstəgəl 5-də 3. İndi belə bir qayda var uşaqlar. Baxın, aha, bu 5-lər tam bölündü, düzdür. Bu qalan yerdə qalan bu 2C plus 1 bizim natamam qismətimizdir. Natamam qismət. Bu 3 bizim qalığımızdır. Tutalım bizə desək ki, 5-ə bölünməsindən alınan qalığı tap, cavab 3 olacaqdır. İndi bizə natamam qisməti soruşursa, cavabımız 2C plus 1 olacaq. Deməli, 2-də cavab Bakı alandır. Keçdik 3-cü testimizə. 3-cü testdə A ədədini 8-ə böldükdə qalıqda 7, 2 A plus 1 ədədini 8-ə bölündən alınan qalığı tapın deyir. Gəlin belə yazaq. Deməli, A ədədini 8-ə böləndə, baxın, bizim natamam qismət hissəmiz yoxdur. Ancaq qalığı verib. Mən deyirəm ki, bunun 2 dənə yolu var əslində. Ən rahat yolu, natamam qismət hissəyə bir dənə 1 verin özünüzdən. Özümdən bir dənə 1 yazıram. Onda A necə tapacam? 8-i 1-ə vururam. 8 üstünə də 7 gələrəm. Cavab biləcəm 15. A-nı 15 tapın, düzdür. 2A plus 1-də də A-nı yerinə 15 yazaram. 2 vur 15 üstə gəl 1. 2-ni 15-ə vurdum. 30. 30-un üstünə 1, 31. 31 də 8-ə böləndə deyir. 31 8-ə böləndə natamam qismətim 3 alınır. Qalığım isə 3 dəfə 8-dən 24, 31-dən 24 çıxanda da 7 alınır. Deməli, cavab 7 olacaq. 3 də yibəndir. Bu, birinci üsuldur. Məsələn, birinci üsul necə oldu? Mən götürdüm özümdən natamam qismətə 1 verdim, yazdım. Bu qaydana yaza bilərsiniz. Yox, bu qaydanın istəmirsinizsə, onda ikinci bir üsul deyirəm. İkinci üsul. Deməli, uşaqlar, biz çubuğu bölmənə yazaq. A-nı 8-ə bölək. Qalıqda da 7 demir. Natamam qismət yoxdur. Bir dənə özümdən, məsələn, B verirəm. A bərabər 8 vur B üstəgəl 7 yazıram. Düzdür, yazdıq. İndi
Deyir 2A plus 1'i tapın. 2A plus 1'i deyirsə, götürəm bu A-nı yenə yazıram. 8B plus 7 üstəgəl 1. A-nın yerində qiymətini yenə yazdım. Bu bərabər. Bunu vurub açaram. 2 dəfə 8-in 16, 2 dəfə 7-in 14, üstəgəl 1. Bunu da 14 ilə 1-i toplasam, 16B üstəgəl 15-nədir. Düzdür? Mənə deyir ki, bunu 8-ə böləndə. Götürərəm bunu 8-ə bölərəm. 16B üstəgəl 15 böl 8. Mən fikir verirəm ki, 15-i parçalaya bilirəm. Deməli, 15-in yerinə gəlin belə yazaq. 16B plus 8 üstəgəl 7 yazıram. Böl 8 yazdım. Niyə? 16B plus 8-i bir dənə kəsirin sürətinə yazacağım. 7-ni də başqa kəsirdə yazacağım. Niyə? Məxrəclər eyni olanda yaza bilərəm də bu qaydanı. Məxrəcləri eyni olan kəsirlərin toplaması şəklində yazacağım. Oldu burada. 16B üstəgəl 8. Bu tərəfdə də 7 yazdım. Sonra birinci kəsirdə 8-i mötərizə xərcdən çıxartsam 8 vur 2B üstəgəl 1 bölünsün 8 üstəgəl 8-də 7. Sonra bu 8-lər getdi. Deməli nə qaldı? Qaldı 2B plus 1 üstəgəl 8-də 7. Bunu da bağımını baxın buradan yazıram. Deməli nə qaldı son olaraq? 2B plus 1 üstəgəl 8-də 7 qaldı. Biz digər testdə nə demişdik? Bu bölünən hissə oldu bizdə natamam qismət. Qalıq hansı oldu? Qalıq bu 7 oldu. Deməli, ikinci üsul olaraq bu qaydana yaza bilərsiniz. 3-də Y bəndidir. Keçdik 4-ə. 4-cü testdə. Yenə natural ədədi 21-ə böləndə qalıqda 16 alınır deyir. Yəni bu dəfə birinci, ikinci üsulla yazaq. Neynəyək? Natural ədədimi bilmirəm. Bir dənə x olsun. X-i 21-ə böləndə deyir qalıqda 16 alınır. Natamam qismində bir dənə y yazaram. X bərabər 21y üstəgəl 16. Bu ədədi 7-yə böləndə alınan qalığı deyir. Götürəm 7-yə bölərəm. Yəni x-i 7-yə bölürəm. 21y üstəgəl 16 böl 7. Mən baxıram ki, 16-nı parçalamaq olur. 16-nın yerinə götürəcəm, yazacağım ki, 14 üstəgəl 2. Niyə belə yazıram? 21 plus 21y üstəgəl 14-ü bir dənə kəsirin sürətinə yazaram. 2-ni də digər kəsirin sürətinə yazacağam. Məxrəcləri eyni olan kəsirlərin toplaması şəklinə gətirirəm. Ona görə də bu qayda ilə yaza bilərəm. Daha sonra fikirləşirəm ki, birinci kəsirin sürətindən deməli 7-ni mötərizə xərcdən çıxartsam 7 vur 3y üstəgəl 2 böl 7 üstəgəl 7 2 7-lər ixtisar gedəcək. Deməli qaldı nə? 3y üstəgəl 2 üstəgəl 7-də 2. Bizim natamam qismətimiz natamam qismət 3y plus 2-dir. Qalığımız neçə oldu? Qalıq da 2 oldu. Bizdən də qalığı soruşur. 4-də cavab A bəndi alındı. Tutalım belə yazmaq istəmədiniz. Bu birinci üsul olsun. Daha rahat necə yaza bilərsiniz? Bunu silək. Deməli, ikinci üsul. Ən rahat üsul budur. Natamam qismətə özümdən bir dənə 1 verərəm. Mənə deyir ki, x-i böl 21-ə. Qalıqda 16 al, düzdür. Natamam qismətə 1 verirəm özümdən. X-i tapanda 21 vur 1 üstəgəl 16. 21-in üstünə 16 gələndə 37 eləyir. 37-ni də 7-yə böləndə siz bilirsiniz ki, natamam qismətə 5, qalıqda 2 alınır. Bizim də qalığı soruşur, cavab 2. 4-də A bəndi. Keçdik 5-ci testdə. 5-də də natural ədədi, yəni x-i 12-yə böləndə qalıqda 10 alınır. Götürək natamam qismətə bir dənə y yazacaq. Bu birinci üsul olsun. X-i tapanda 12y üstəgəl 10 eləyir. Bu ədədi 6-ya böləndə, deməli x-i 6-ya bölürəm. 12y üstəgəl 10 böl 6. Mən fikirləşirəm ki, onun yerinə yazaram ki, 6 üstəgəl 4. Niyə? Belə yazanda 12y plus 6-nı bir dənə kəsirin sürətində, 4-ü də digər kəsirin sürətində yazacağım. Məxrəcləri eyni olan 2 kəsirin toplamasına gətirmək istəyirəm. Onda belə yazacağım. Məxrəcləri 6-ını yazdıq. 12y üstəgəl 6. Burada da 4 yazaq.
Daha sonra birinci kəsirin surətindən 6-nın mötərizə xərcini çıxartsam, 6 vur 2y üstə gəl 1 böl 6 üstə gəl 6-da 4. 6-lar getdi. Deməli, 2y plus 1 üstə gəl 6-4 elədi. Bu 2y plus 1 bizim natamam qismətimizdir. 4 isə qalığımızdır. Bizə nəyə soruşur? Qalığı soruşur. Cavab 5-də A bəndi. Tutalım, belə yazmaq istəmədiniz. Onda ikinci üsula yazacaqsınız. İkinci üsulda deyir ki, ikinci üsul. Natamam qisməti 1 ver. X-i 12-yə böləndə qalaqda 10 alınır. Natamam qismətə bir dənə 1 yazdım özümdən. X bərabər 12 vur 1 üstə gəl 10. X-i neçə tapdım? Tapdım 22. İndi bu 22-ni 6-ya böləndə qalıq neçə eləyir? Natamam qismət 3 eləyir. Qalığımız da 4 eləyir. 5-də həqiqətən cavab A bəndidir. Keçdik 6-cı testimizə. 6 rəqəmli ədədin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətləri cəmini tapın deyir. Yazaq. 6-ya bölünmə əməti necədir uşaqlar? Eyni zamanda 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür, düzdür? İndi, mən birinci fikirləşirəm ki, 2-yə bölünmə əmətini tapsam daha rahat olar mənim üçün. Niyə? Sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə qutar ədədlər 6-ya bölünür. 3 isə rəqəmlər cəmi 3-ə bölünən ədədlərdir. Ona görə fikirləşirəm ki, mən konkret A-nı 5 dənə rəqəm üzərində yoxlayacağam. Ya 0-da, ya 2-də, ya 4-də, ya 6-da, ya 8-də. Tamam. İndi rəqəmlər cəmi bir dənə toplayaq. 7 üstə gəl 3, üstə gəl 2, üstə gəl 1, üstə gəl 6, üstə gəl A. Rəqəmlər cəmi 3-ə bölünürsə, deməli, bu ədəd 3-ə bölünür. 7-nin üstünə 3, 10, 10-un üstünə 2, 12, 12-nin üstünə 1, 13, 13-ün üstünə 6, elədi bizdə 19. Yazdıq 19, üstə gəl A. Düzdür? İndi isə, deməli, A 0 ola bilməz. 19-un üstə 0 gələndə, elədi 19, 3-ə bölünmür. 3-ə qalıqla alınır. 0-ı çıxarıq, A 0 olmaz. 2 qoyanda, A-nın yerinə 2 qoyanda, 19 üstə gəl 2, 21 edir. 21 ədəd 3-ə bölünür. A 2 ola bilər. 4 qoya bilmərəm. 19-un üstə 4 gələrim, 23 eləyir. 23 qalıqlı bölünür. 6 qoysam, 19-un üstünə 6, 25 eləyir. 25-i də 3-ə böləndə qalıqla alınır. 6 olmaz. 8 qoysam, 19-un üstünə 8 gələndə elədi 27. 27-ni 3-ə böləndə qalıqsız bölünür. Deməli, A2 və 8 ola bilər. Bizdən bunun qiymətlər cəmini istəyir. 2-nin üstə 8 gəl. Elədi 10. Deməli, 6-a cavab C bəndi alındı. Keçi 7-yə. 7-də deyir ki, N-in hansı qiymətlərində bu 5 rəqəmli ədəd 3-ə bölünür? 3-ə bölmə əməti necədir? Rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Deməli, 7 üstə gəl 1, üstə gəl 2, üstə gəl N, üstə gəl 4. 7-nin üstünə 1, 8, 8-in üstünə 2, 10, 10-un üstünə 4, 14. 14 üstə gəl N oldu. N neçə ola bilər? N bir rəqəmli ədəddir. Ola bilər 1. 14-ün üstünə 1 gəl 15. 15 3-ə böləndə 5 eləyir. N ola bilər 4. 14-ün üstünə 4, 18. 18-i 3-ə böləndə 6 eləyir. N ola bilər 7. 14-ün üstünə 7 gəl 21. 21 də 3-ə böləndə cavab 7 eləyir. Deməli, 7 cavab C bəndi alındı. 8-ci testdə deyir ki, bu hasilin 7-yə bölünməsindən alınan qalığı tapın. Bizim ədədimizi yazaq. Deməli, 147.776 vur 147.773. Biz birinci onu düşünək ki, birinci ədədi 7-yə böləndə alınan qalaq neçə ola bilər? 147.776-nı 7-yə böləndə qalaq 6 eləyir. İkinci ədədi 7-yə böləndə qalığımız 3 eləyəcək. Gəlin, bunu vuraq. 6-nı vuraq 3-ə. 6-nı 3-ə vuranda elədi 18. 18-i də 7-yə bölək. Natamam qismətdə 2. Qalaqda da 4 alınır. Deməli, bu ədədi 7-yə böləndə qalaqda 4 eləyəcək. Deməli, bunun qaydası necədir? Birinci ədədi 7-yə bölürsən, ikinci ədədi 7-yə bölürsən. Oradakı indi hesabımı necədirsə, hamısını uyğun olaraq yerinə yazırsan və hesablayırıq. Biz niyə bu ədədi 7-yə böldük? 18 qalıqdır. 7 böləndir. Qalıq böləndən böyük olmamalıdır.
Mənim əgər qallığım 18-dirsə, 7-dən balaca olmalıdır. Maksimum 6 ola bilər qallıq. Ona görə mən əgər böyük alınırsa, təzədən bir dəfə 7-yə bölməliyəm. Tutalım 18 yox, 1 alınmış olsaydı, elə cavabım 1 olacaqdı. Çünki 1 7-dən balacadır. 1 qallıq ola bilər. 9-a baxaq. Bu hasilin 8-ə bölməsinin ana qalığı tap deyir. Deməli, 9-da. Ədədimi yazım. 328.885 vur 328.882. 8-ə bölmə əlaməti son 3 rəqəmi 8-ə bölünürsə, bu ədəd 8-ə bölünür. Son 3 rəqəminin əmələ gətirdiyi ədəd 885-dir. Bunu 8-ə bölərəm. Buradan eləyəcək 110 natıma qismət qalığım 5 eləyəcək. İkinci ədədimdə son 3 rəqəmi 882 əmələ gətirir. Bunu 8-ə böləndə 110 natıma qismət qalığım 2 eləyəcək. Yeni yazıram. Deməli 5 vur 2 10 eləyir. 10 qalıqdır əslində, amma 8-dən böyükdür. 8-dən böyük olduğu üçün bir dəfə də 8-ə bölməliyəm. 8-i böləndə də alınan qalıq 2 nədir? 9-da cavab D bəndi alındı. Keçdik 10-cu testə. 10-da. XZ üstü xət vur 4YZ üstü xət bərabər 7344. Bu bərabərlikdən X üstəgəl Y üstəgəl Z-i tap deyir. Bunu hesablayaq. Mən deyirəm ki, gəlin birinci X-ə 1 verək. X-ə 1 versəm, məsəl üçün 1Z vur 4YZ-dir. Yəni, Z-ə məsələn 0 versəm, 10 vur. YZ də 0 olsa, 10 vur 400, 4000. Tamam, bu olur. Gəlin X-ə 2 verim, digərlərini 0 verim. 20 vur 400 edir 8000. Fikir verin, mən X-ə hələ 1 byte artırıram, digərlər 0 olduğu halda 8000 eləyir. Deməli, mənim X-im konkret 1 almalıdır. Niyə? 1 olanda 4000 eləyir. Z ilə Y-ə də hansısa bir ədəd verərəm, 7344 ala bilərəm. Amma 2-3 verəndə 7000-dən yuxarı ədədlər alınacaq, o ola bilməz. X-in konkret qiyməti 1-dir. Tapdıq bunu. Əla. Bir də bir şey var ki, baxın, sonları Z deyir. XZ, 4YZ. Sonu Z-i Z-ə vurur, 4 alınır. Fikirləşirəm ki, bu nə ola bilər? Məsələn, Z2 olsa, 2-ni 2-yə vur, 4 eləsin sonu. Məsələn, 8 olsa, 8-i 8-ə vur, sonu 4 eləsin. 8 vur 8, 64 eləyir, sonu 4 ilə qutarır. Deməli, Z ya 2-dir, ya da 8-də. Amma bilmirəm hansıdır. 2-dən hal yoxlamalıyıq, uşaqlar. Deməli, bir dəfə X-ə 1 veririk, Z-ə 2 veririk, X1, Z2. Bir dəfə də X-ə 1 verirəm, Z-ə 8 verəcəm. Bu halı yoxlamaq lazımdır. Gəlin yazaq. Deməli, 12 vur 4Y2 üstü xət bərabər 7344. 4Y2 üstü xət bərabərdir 7344 böl 12. 4Y2 üstü xət bərabərdir. Aha. 7344-ü mən bölsəm 12-yə 612 eləyəcək. Fikir verin, mənim ədədim 4 ilə başlayır. 400 neçə olmalıdır? Bu 612-dir. Belə bir şey ola bilər? Xeyr. Deməli, bu yanlışdır. Bizim deməli halımız X1 Z8-dir. Tamam, yazaq. 18 vur 4Y8 üstü xət bərabər 7344. 4YZ üstü xət bərabər 7344-ü 18-ə bölürəm. 4Y8 üstü xət bərabər 7344-ü 18-ə böləndə 408 eləyir. Baxın, bu ola bilər. 4Y8, 408. Bu deməkdir ki, Y-im də burada 0-dır. Tamam. Deməli, X oldu 1. Bizim X, Y, Z cəmini soruşur. 1 üstəgəl. Y-im oldu 0, Z-im də oldu 8. 1 üstə 0 gəl 1. 1 üstə 8, 9 eləyir. Deməli, burada cavab 9 elədi. Onda cavab Y bəndi.
Vaxtınız üçün çox sağ olun. Növbəti videolarda görüşənədək. Kanalımıza abunə olmayı unutmayın. Kanala abunə olub rəylər yazıb videonu bəyənin zəhmət olmasa.